Azərbaycan dilinin ən asan, ən sadə mövzularından biridir. Lakin abituriyentlər bu mövzuda bəzi çətinliklər olur. Bu gün sizə onlardan danışacağam. Baxın, dərslərini oxumalısan bir əmr cümləsinə bənzəyir. Sanki biz kiməsə bir əmr edirik, xahiş edirik ki, dərslərini oxumalısan. Əmr və xahiş bildirən bir cümləyə bənzəyir və şagirdlər bu cümləni görən kimi əmr cümləsi olaraq seçirlər və çox vaxt da xəbəri malı məli ilə ifadə olunan cümlələri A variantına və yaxud da B variantına qoyurlar. Şagirdlər üçün də A və B variantı daha rahat olduğu üçün həmin variantı seçirlər. Diqqətli olmalıyıq. Əmr cümləsinin xəbəri mütləq feilin əmr şəklində olur. Oxumalısan vacib şəkildə olduğu üçün bu cümlə nəqli cümlə adlanacaq. Yəni əgər cümlənin sonunda nöqtə işarəsi varsa, nəqli cümlədir. Nida işarəsi olsa, nida cümləsi olar. Sual işarəsi olsa, sual cümləsi olar. Əgər nöqtə qoyulubsa, nəqli cümlə olur. İkinci cümləyə diqqət edək. İkinci cümlənin xəbəri dərslərini oxu feilin əmr şəklindədir. Bu demək deyil ki, xəbəri feilin əmr şəklində olan bütün cümlələri sırf əmr cümləsi götürməliyik. Bu yanlış olar. Əgər sonda nida işarəsi varsa, nida cümləsi götürülür. Sonuncu cümlə isə əmr cümləsidir. Dərslərini oxu. Xahiş və əmr məzmunu bildirir. Sonda nöqtə qoyulub. Xəbər feilin əmr şəklindədir. Buna görə də həmin cümləyə əmr cümləsi deyəcəyik.